Salam, bu video dərsimizdə mailing və review lent başlıqları haqqında danışacağıq. Mailing, postlar lent başlığının əmrləri kütləvi şəkildə elektron postların hazırlanması üçün nəzərdə tutulmuşdur. Bu lent başlığının əmrlərindən adətən iş yerlərində insan qaynaqları istifadə edir. Bütün işçilərə bəzi hallarda kütləvi şəkildə məktubların, məsələn, bayram təbriki haqqında məktubun göndərilməsi lazım gəlir. Belə olan halda standart bir məktub forması yaradılır. Daha sonra verilənlər bazasından, məsələn, Access-dən bütün işçilərin ad familiyaları məktubların şablon hissəsinə əlavə edilir və hər bir işçinin adına yazılmış təbrik məktubu öz e-mail ünvanına göndərilir. Haqqında danışacağımız növbəti lent başlığı isə review, gözdən keçir lent başlığıdır. Bu lent başlığının əmrləri əsasən Azərbaycan dilini dəstəkləmir. Ona görə də Azərbaycan dilində yazılan mətnlərdə istifadə edilə bilmir. İlk sektorumuz uzlaşma adlanır. Bu sektorun əmrləri vasitəsilə mətnin gözdən keçirilməsi, yoxlanması mümkündür. İlk düyməmiz orfoqrafik və qrammatik səhvlərin yoxlanması üçündür. Bəzi hallarda Azərbaycan dilində yazılmış məlumatların altından qırmızı və yaxud yaşıl xəttin çəkildiyinə rast gəlirik. Qırmızı xəttin çəkilməsi sözün yazılışında, yəni orfoqrafiyasında səhv olduğunu, yaşıl xəttin çəkilməsi isə qrammatik səhvin olduğunu göstərir. Əgər Azərbaycan dilində yazılmış mətn hissəsi adətən bu şəkildə xətlərin olmaması üçün Azərbaycan şrifti ilə mətnləri daxil etmək lazımdır. Növbəti əmrimiz axtarış adlanır. Sözün mənasının ətraflı şəkildə axtarılması üçün bu düymədən istifadə edilə bilər. Daha sonra tezaurus, sinonimlər düyməsi yerləşir. Bəzi hallarda mövzuların mətnlərin yazılması zamanı eyni sözdən tez-tez istifadə olunur. Bu isə mətnin keyfiyyətsiz şəkildə görünməsinə gətirib çıxarır. Mətnin daha yaxşı görünməsini təmin etmək üçün tez-tez təkrar olan sözlərdən bəzilərini sinonimlərlə əvəz etmək lazım gəlir. Bunun üçün tezaurus əmrindən istifadə edilir. Yenə də digər əmrlərimiz kimi bu əmrdə Azərbaycan dilini dəstəkləmir. Söz sayı düyməsi vasitəsilə seçilmiş hissədəki sözlərin sayını öyrənmək mümkündür. Seçdiyimiz abzasda 40 sözün olduğu bizə göstərilir. Növbəti sektorumuz lənqvic, dil adlanır. Bu sektorda iki düymə yerləşir. Birinci düymə sözlərin tərcümə olunması üçün, ikinci düymə isə mətnin yazılacağı dilin seçilməsi üçündür. Əgər Azərbaycan dilində yazılmış mətnin altından qırmızı xətlər, yaşıl xətlər çəkilibsə, bu o deməkdir ki, kompüter bizim yazdığımız mətni ingilis dilinin qrammatikasına uyğun şəkildə yoxlayır və buna görə də bütün sözlərin səhv olduğunu göstərir. Bu halın qarşısını almaq üçün dil hissəsinə daxil olmaq və oradan yazının dili kimi Azərbaycan dilini seçmək lazımdır. Bunun üçün əvvəlcə klaviaturadan Ctrl-A kombinasiyası ilə bütün mətni qeyd edək, lənqvic hissəsinə daxil olaq, açılan pəncərədən Azərbaycan dilini seçək və oxuy düyməsini sıxaq. Gördüyünüz kimi, əmri icra etdikdən sonra xətlər yoxa çıxmış oldu. Review lent başlığının növbəti sektoru komment, şərh, açıqlama adlanır. Bu sektorun düymələrindən istifadə etmək üçün hər hansı sözə, cümləyə şərh əlavə etmək, şərhi silmək, əvvəlki şərhə keçmək, növbəti şərhə keçmək kimi əmrlər icra oluna bilər. Məsələn, seçilmiş sözə qeyd yazmaq üçün yeni qeyd düyməsinin üstünə vurmaq lazımdır. Bu zaman işçi sahənin görünüşü müəyyən qədər dəyişmiş olacaq və qırmızı hissədə biz qeydimizi əlavə edə bilərik. Eyni cür qeydi silmək üçün delete düyməsindən, əgər varsa əvvəlki və sonraki qeydləri keçmək üçün isə əvvəlki və sonraki düymələrindən istifadə oluna bilər. Növbəti sektorlarımız izləmə və dəyişikliklər sektorudur. Bu sektorun əmrləri şərh açıqlama hissələrinin əmrləri ilə müştərək işləmək üçün nəzərdə tutulmuşdur. Müqayisə et sektorunda yerləşən
eyni adlı əmr vasitəsilə sənədin əvvəlki və indiki versiyalarını müqayisə etmək olar. Sonuncu sektorumuz isə qoru adlanır. Bu hissənin əmrləri vasitəsilə redaktəni məhdudlaşdırmaq, sənədi başqa şəxslərə qarşı qorumaq mümkündür. Redaktəni məhdudlaşdırmaq əmrinin icrasından sonra proqram pəncərəsinin sağ tərəfində kiçik panel açılır. Bu paneldən istifadə etməklə əvvəlki video dərslərimizdə də göstərdiyimiz kimi sənədin redaktəsinə parol qoymaq mümkündür. Redaktəyə parol qoyulan zaman sənədi açıb baxmaq olsa da üzərinə dəyişiklik edilməsi mümkün olmur. Beləliklə, mailing və review lent başlıqları haqqında qısaca məlumat verdik. Növbəti və sonuncu video dərsimiz View lent başlığı ilə bağlı olacaq. Sağ olun.